Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etdirmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar olur. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rol oynayıblar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoyan böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb. Bu millətin səhəri sənin adınla bağlı, bu xalqın hər zəfəri. Sumqayıtda da Ulu Öndərin anım günü böyük ehtiramla yad edilib. Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək, abidə önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayesinin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində Ulu Öndərin əvəzsiz xidmətləri danılmaz bir faktdır. Rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olub. Sən elə bir zirvəsən, küləklər neyləyəcək, dünənim bugünümsən, səninlədir gələcək. Nə qədər Azərbaycan, nə qədər bu millət var, Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək, Heydər xalqım deyəcək. Ulu Öndərin uğurlu və uzaq görən siyasəti, verdiyi tövsiyə və tapşırıqlar şəhərin sosial-iqtisadi inkişafına böyük təkan verib, qrup yaratmağa yüksək həvəs, gələcəyə böyük inam yaranıb. Son 20 ilin mənzərəsi göstərir ki, Ulu Öndər Heydər Əliyevin arzuları reallığa çevrilir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Sumqayıt inkişaf edərək iri sənaye mərkəzlərindən birinə çevrilib. Dövlət başçısının hər səfəri şəhərin yüksəlişində yeni mərhələnin əsasını qoyub, yeni inkişaf planlarının həyata keçirilməsinə təkan verib. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Göstərdiyi yüksək diqqət və qayğı ilə imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaq görən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırıb. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin vətən müharibəsindəki möhtəşəm qələbəsi də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyi bir daha əyani göstərdi. Sən bu çətin zamanda gücümüz, qüvvətimiz, sən bizim bu dünyada ən böyük sərvətimiz. Millətin imzası var imzaların içində, sənə halaldır halal ülvü məhəbbətimiz. Sən bu çətin zamanda gücümüz, qüvvətimiz, sən bizim bu dünyada ən böyük sərvətimiz. Millətin imzası var imzaların içində, sənə halaldır halal ülvü məhəbbətimiz. Sən elə bir zirvəsən, küləklər neyləyəcək,
Şəmstan Fikrətli, Elbrus İsmailov. Bu gün informasiya proqramı üçün.